Səhv tərcümə edirik. Deyirik ki, Peyğəmbər deyib Fatimə bədənimin parçasıdır. Elə deməyib, bədənimin parçası yox, bəzətun minni, mənim parçamdır. Peyğəmbər bədənindən ibarət deyil, hər qız atasının bədəninin parçasıdır, övlad atanın bədəninin parçasıdır. Burada deyir, mənim parçamdır, yəni hələ nurlar aləmində. İlk yaradılışda ki, Allah məni yaratdı, Fatimənin nuru məndən qopdu. Bu mənada bəzətun minni deyir, mənim bir parçamdır. O məndən qopub, məndən ayrılır. Ona görə dünyada onsuz qala bilmirdi. Çünki o aləmdə, həqiqət aləmində onlar bir yanaşıydılar, bir-birinə qovuşmuş haldaydılar, ruh çəkirdi. Səfərə gedəndə gəlib axırda Fatimə ilə görüşürdü. Qaydan kimi gəlib ilk olaraq Həzrəti Zəhra ilə görüşürdü. Görün kimin məclisinə gəlmişik. Gör kimin dalıca gedirik, kimin məhəbbəti bizim ürəyimizdə var. Nə qədər şükür eləsən azdır. İnsan yaşaya bir ömür Fatiməni sevməyə hayf deyil o həyat. Bu həqiqətləri tanımaya, bu şəxsiyyətləri tanımaya çox hayfdır. Sen yaralı ben yaralı.